Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ev üsulu halva hazır edəcəyik. Əvvəlcə şərbətini hazırlamaq üçün 1 stəkan suya 1 stəkan şəkər tozu əlavə edib qazın üzərinə qoyuruq. Sonra qaynadıqdan sonra üzərinə bir damcı sərçöş əlavə edib yaxşıca qarışdırıb qazın üzərindən götürürük. Qırağa qoyuruq, soyusun. Keçirik halvamızı hazır eləməyə. Halvanı hazırlamaq üçün bizə 200 qram çörək yağı, 2 stəkan un lazımdır. Tavamıza 200 qram çörək yağı əlavə edib yaxşıca əridirik. Əriyəndən sonra üzərinə unumuzu az-az əlavə edib yaxşıca qarışdırırıq, topaq qalmasın. Unu o qədər qovururuq ki, qızılı rəngi alsın. Tam qovurulandan sonra rəngi dəyişəcək. Gördüyünüz kimi bu formada olacaq. Qarışdırmağa davam edirik. Hazır olandan sonra şərbətimizi az-az əlavə edib qarışdırırıq dayanmadan. Bütün şərbəti əlavə elədim. Gördüyünüz kimi qarışdırılıb 5-10 dəqiqə qaynadıqdan sonra artıq hazırdır. Boşqablara düzüb servis edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini açmağı unutmayın. Kanalıma abunə olan, zəng işarəsini açan hər kəsə təşəkkür edirəm. Hələlik.